Salam dostlar, hər vaxtınız xeyir olsun. Deməli, əlimdə 2 ədəd bu cür maylanmamış ana arı var. Bir yoldaşın təsərrüfatına getmişdi, arı besə vermişdi və arı koloniyasında içəridə çərçivələrin üzərində doğulmamış 6-7 ədəd bu cür ana arı var idi. Hansı ki, üsküklərə toxunduqda artıq ana arılar içəridən çıxdılar. Mən də onlardan ikisini götürdüm. Yəni bunlar mayalanmamış ana arılardır. İndi bunlardan birini inşallah yeni bir koloniya yaratmaq üçün verəcəm arılara və elə eləməliyəm ki, bu arı ən qısa müddətdə qəbullansın və mayalanma uçuşuna çıxsın. Demək dostlar, boş bir dənə yeşik götürürük, dölsüz ana arıdır. Bunu bağlayıram bir dənə çərçivənin tam ortasına, məftillə, bu şəkildə, heç keş də yoxdur arıda. İndi məntiqlə nə etməyə çalışacağım? Güclü koloniyadan bir ədəd yumurtalı çərçivə götürürəm və həmin o yumurtalı çərçivəni arılarını sirkələyirəm bura. Hələ ki hava qaralmayıb. Tarlaçarlar geri qayıdacaq. Burada qalacaq ancaq gənc işçi arılar. Və yığışacaqlar bu arının başına bir beçə kimi, salxım kimi. Və sabah və yaxud da birisi günü bu arını açıb buraxacağım onların arasına. Əgər öldürməsələr, qəbullansalar, bu koloniyaya bir ədəd yumurtalı çərçivə verəcəm. Və gözləyəcəyik ki, bu arı nə vaxt mayalanıb gələcək. Bal sürtmüşəm bura. Çünki yumurtadan çıxan kimi qəfəsə salmışam. Arı acdır. Ehtiyat ana arı kimi kənarda saxlayacağım bunu. Deməli dostlar, bu yumurtalı çərçivənin üzərində olan arıları silkələyirik bura. Yumurtalı çərçivəni qaytarıb veririk öz yerinə. Güclü koloniyadan götürmüşəm, yəni arı üçün heç bir problem olmayacaq. Bir də bu cür yeni qabarmış çərçivənin üzərindəki arıları tökürəm bura. Demək indi burada nə baş verdi? Burada təxminən bir çərçivənin üzərindən ötəcək qədər arı var. Mən bu ana arını verirəm bura. Arılar yavaş-yavaş sıxlaşacaqlar buna doğru. Düzü axşama tərəf. Və sabah bu arını açıb buraxacağım mən. Buraxdıqdan sonra qəbullanacaqlarsa bu arıya bir ədəd yumurtalı çərçivə verəcəm. Olacaq yeni bir koloniya. Yəni ehtiyat ana arı. Vəssalam. Hələ ki bu qədər.